Xoş gördük sizləri əziz tamaşaçılar. Birbaşa mətləbə keçirəm. Biz onu uzun müddət axtarırdıq. Zəng edirdik, lakin telefonlarımıza cavab vermirdi. Biz onu axtarmaq üçün, tapmaq üçün, hətta Rusiyanın Kamçatka şəhərinə qədər gedib çıxdıq. Lakin bizə dedilər ki, siz burada nə qarırsınız? Qadın yedin ülkəmizə. Biz gəldik, başda onu tapdıq. O hal-hazırda buradadır. Stüdiyamızdadır. Əvvəlcə siz gəlsin. Özü deyə bilir, xərəyə ehtiyac yoxdur. Gəlsin burada yağın bağlayarıq da, tavaydayız onu başlayaq. İnanın ki, istəməzdim onu bu vəziyyətdə sizin qarşınıza çıxardım. İstəməzdim. Stüdiyamızın qonağı, əməkdar jurnalist adı Dünanburnundan gələn Xoşqədəm Hidayət qızıdır. Biz buradayıq. Sizinlə mən Rəşad Müseyibzadə. Xoş gəlmişsiniz Xoşqədəm xanım. Xoş gördük. Xoşqədəm xanım, bağışlayın. Sizi bura kimi yorduq. Neçə gündür sizə zəng edirik, telefonlarımıza cavab vermirsiniz. Nə olub Xoşqədəm xanım? Elə bir, uzun müddətli kimisə itirmişsiniz, tapa bilmirsiniz. Bəlkə depressiyada da düşmürsünüz. Rəşad bəy, dünyanın dərdləri içində itib batmışam. Axtarıb tapanım da yoxdur. Ağlamayın Xoşqədəm xanım, ağlamayın. Bir şeyə ehtiyacınız varmı? Nəsə istəyirsinizmi? Nə işə? Nəşə yox, Xoşqədəm xanım, bağlatdıracaqsınız verilişimi. Deyirəm, nəsə istəyirsinizmi? Sizdə bir həkim zadı yoxdur. Yarım kub olsaydı özümə gələrdim. Çox təəssüf ki, bizdə elə kim yoxdur Xoşqədəm xanım. Amma narahat olmayın, veriliş tez bitəcək. Sən Allah tez bitsin. Özümü pis hiss eləyirəm. Üşüyürəm biraz. Təzyiqim də düşür. Sizin də təzyiqiniz bizim bu manat kimidir. Elə nə vaxt baxırsan düşün aşağı. Bir də ki, o dostunuz var, həkim dostunuz. Ona deyin ki, bu dollara da 4-5 kub vursun. Bəlkə onda ayağa durmadı bir müddət. Nəysə, Xoşqədəm xanım, suallarımız çoxdur. 2 gündür hər kəs sizdən danışır. Sizi tənqid edən var, təhqir edən var. Amma özünüz kimlər elə tərəfinizdə tutur, narahat olmayın. Nə baş verdi Xoşqədəm xanım? Bu, mənə qarşı təxribatdır. Mənim verilişimin reytingini aşağı salmaq üçün. Xoşqədəm xanım, gəlin siz elə deməyin də. Elə bir siz ağlayın, sızlayın, elə bir öz verilişinizdə eləyirsiniz ya. Bax, elə eləyin də, artistlik eləyirsiniz ha. Bax, elə eləyin. Yəni, lazım gəlsə üzünüzü belə cırmaqlayın da. Həm xalq sizə inanar, həm də mənim verilişimin reytingi qalxar da. Məni də başa düşün. Məni bütün Azərbaycan xalqı izləyir. Mən Azərbaycan xalqının ümid yeri. Mən nə qədər itən insan tapmışam. Tapmağa insan olmayanda bir-iki nəfəri azdırırdıq, sonra özümüz tapırdıq. Hətta multfilmdəki balaca balıq Nemo var, onu da mən tapmışdım. Bunların hamısını xalqımızın başını qatmaq üçün eləyirdim. Oh, halım pisləşdi yenə. Bədənimə su gəldi. Xoşqədəm xanım, heç əhməklə bu qədər su gəlmir. Mingəçevir soğan varsınız, maşallah. Davam eləyin. Mənə nə qədər analarımız, nənələrimiz baxırdı. Verilişimə baxa-baxa o qədər ağlayırdılar ki, hətta ürəyi gedənlər olurdu. Bilirəm. Elə ona görə 2 gündür də mırtdaşırlar, övladlar öz analarının nənələrinin. Mən cənab prezidentimiz İlham Əliyev tərəfindən əməkdar jurnalist adı almışam. Rusiyaya gedən kişilərimiz rus qızlara podxod edəndə artıq 2 dəfə fikirləşirlər. Çünki onlar bilirlər ki, Xoşqədəm Hidayət qızı gəlib onları tapacaq. Hətta Rusiyada belə bir məsəl yaranıb, Rusiyaya gələn Azərbaycanlı kişilər 3 nəfərdən qorxur. Bir Amondan, bir Bazar Lotusundan, bir də Xoşqədəm Hidayət qızından. Xoşqədəm xanım, o qədər danışdınız ki, vallahi mən də özümü pis elədim ya artıq. Halım pisləşdi. Təzyiqim düşdü, elə bədənimə su gəldi sizin kimi, mənim də. Bəlkə yarım kubu vuraq? Var sizdə? Var. Əziz tamaşaçılar, verilişimizin sonuna gəldik. Bizim təzyiqimiz çıxdı. Gələn görüşlərə dək.